Salam hörmətli tamaşaçılar. Bir üzücü məlumatı sizin nəzərinizə çatdırmaq istəyirəm. Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib. Qafqaz Info bu barədə xəbər verir ki, Lökbatan Puta yolunda Ramin Məlikovun idarə etdiyi Lada Priora və Sultan Sultanlının sürdüyü Hyundai markalı avtomobillərin toqquşduğu məlum olub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsviyyə Yasin qızı və Rüstəmov Hacılı Adiloğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Hər iki sürücü və digər sərnişinlər Hüseynov Tural Tofiqoğlu, Mirzəyev Adəm Azəroğlu, Məlikov Ramal Raminoğlu və Qasımov Həsən Cehunoğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı Qaradağ rayon polis idarəsində cinayət işi aparılır. Təbibdən sorğuya verilən cavaba istinadən aprelin 23-ü Qaradağ rayonunun ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 9 nəfər, 6-sı kişi, 3-ü qadın olmaqla bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə kliniki tibbi mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Yol nəqliyyat hadisəsi səbəbilə kliniki tibbi mərkəzə hospitalizasiya olunan 9 nəfərdən ikisi ambulator müalicə üçün evə buraxılıblar. Fürsətdən istifadə edib dünyasını dəyişən insanlara, yaxınlarına, insanlara Allahdan rəhmət diliyirik, yaxınlarına da Allah səbir versin deyirik, qalanlara da Allah şəfa versin deyirik. Hər halda avtomobil idarə edərkən ehtiyatlı olmaq lazımdır, sürət həddini düzgün seçmək lazımdır və harda ötmə əməliyyatı etmək lazımdır, harda manevr etmək lazımdır. Bu qaydalara da dəqiq riayət etmək lazımdır ki, sağlam və uzun ömürlü yaşaya biləsiniz.